Naxçıvan Dövlət Universitetində şəhərsalma və memarlıq ili çərçivəsində Memar Əcəmi Naxçıvanın 900 illiyinə həsr olunmuş 1-ci Beynəlxalq Mədəni İrs və Dayanıqlı Turizm konfransı keçirilib. Konfrans Naxçıvan Dövlət Universiteti və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı, Azərbaycan Turizm və Menecment Universiteti, Macarıstanın Şeçeni İstvan Universiteti, Özbəkistanın Daşkənd Dövlət İqtisad Universiteti, Türkiyənin Qaradəniz Texniki Universiteti, Akdeniz Universiteti, Gümüşhane Universiteti, Ankara Hacı Bayram Vəli Universiteti, Pamukkale Universiteti, Bayburt Universiteti və Adıyaman Universitetinin tərəfdaşlığı ilə keçirilib. Konferansdan əvvəl ümumi lider Heydər Əliyevin Naxçıvan şəhərində Əzəmət Qalıcı adlanan abidəsi ziyarət edilib. Abidə önünə gül dəstələri qoyulub. Sonra konferans iştirakçıları Endu kollektivi ilə birgə Heydər Əliyev muzeyini ziyarət ediblər. Ziyarətçilər muzeydə Heydər Əliyevin müxtəlif dövrlərdə çəkilmiş fotoşəkillərinə, şəxsi əşyalarına, diplomatik görüşlərinə əks etdirən sənədlərə və xatirə hədiyyələrinə baxış keçiriblər. Naxçıvan Dövlət Universitetinin Memarlıq və Mühəndislik Fakültəsində təşkil olunan memarlıq sərgisinə baxış keçirilib. Sərgi zamanı Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov tərəfindən Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayevə Azərbaycanın 5 bölgəsinə məxsus xalça ornamentlərindən ibarət döş nişanları hədiyyə olunub. Öz növbəsində fakültə kollektivi Memar Əcəmi ilə bağlı nəşrləri Mingəçevir Dövlət Universitetinin nümayəndə heyətinə təqdim edib. Daha sonra qonaqlar Pedaqoji fakültədə nümayiş olunan əl işləri sərgisi ilə tanış olub. Kulinariya, xalçaçılıq və milli geyim otaqlarını ziyarət ediblər. Kampus gəzintisi Naxçıvan Dövlət Universitetinin İncəsənət Fakültəsində təşkil olunan rəsm sərgisinə baxışla davam edib. Naxçıvan Dövlət Universitetinin Konqres Mərkəzində keçirilən konfrans ümumilli lider Heydər Əliyevin və vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Tədbirə giriş sözü ilə açan Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxışında bildirib ki, 1-ci Beynəlxalq Mədəni İrs və Dayanıqlı Turizm konfransının əsas məqsədi mədəni irsin qorunması və dayanıqlı turizmin inkişafı sahəsində aparılan müasir elmi tədqiqatların müzakirəsi, elmi fikir mübadiləsinin təşviqi və bu istiqamətdə beynəlxalq əməkdaşlıqların gücləndirilməsidir. Rektor vurğulayıb ki, bugün şəhərsalma və memarlıq sahəsində aparılan işlər, xüsusilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən böyük qayıdış proqramı çərçivəsində yeni mərhələyə qədəm qoyub. Ölkə prezidentinin təşəbbüsü ilə ağıllı şəhər və ağıllı kənd layihələri reallaşdırılır və müasir şəhərsalma modelinin formalaşmasına xidmət edir. Bu layihələr təkcə Azərbaycan üçün deyil, ümumilikdə Türk dünyası və beynəlxalq təcrübə üçün də əhəmiyyətli nümunədir. Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov çıxışında innovativ yanaşmalar əsasında universitetlərin nəzəri biliklə yanaşı, həm də praktik və sənaye yönümlü həllər formalaşdıran elmi mərkəzlər kimi fəaliyyət göstərməsinin vacibliyini vurğulayıb. Rektor qeyd edib ki, turizm və xidmət sənayesi ilə əlaqəli tədqiqatların genişləndirilməsi, sənaye yönümlü layihələrin təşviqi və magistr səviyyəsində hazırlanan dissertasiya işlərinin regional turizmin inkişafı, mədəni irsin rəqəmsallaşdırılması kimi tətbiq yönümlü istiqamətlərə yönəldilməsi xüsusi əhəmiyyət daşıyır. Gümüşhane Universitetinin rektoru Oqtay Yıldız çıxışında universitetlərin turizm sahəsində gördüyü işlərin ictimai töhfə baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Bu sahədə Naxçıvan Dövlət Universitetinin təcrübəsini yüksək qiymətləndirib. Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Naxçıvan Rəssamlar Birliyinin sədri Ülviyə Həmzəyeva ölkəmizdə mədəni irsin qorunması, tarixi abidələrin bərpası, turizm potensialının inkişaf etdirilməsi yönündə aparılan işlərdən bu sahəyə göstərilən dövlət qayğısından bəhs edib. Video formatda çıxış edən Akdeniz Universitetinin rektoru Professor Özlənən Özkan və Pamukkale Universitetinin rektoru Professor Mahmud Güngör konferansın beynəlxalq əhəmiyyətini yüksək dəyərləndiriblər.
Naxçıvan Dövlət Universitetinin Elm və İnnovasiya məsələləri üzrə prorektoru Elsəvər Əsədov qeyd edib ki, konferansın bölmə iclaslarında 6 istiqamət üzrə 17 bölmədə ölkəmizin və dünyanın 40 elm təhsil müəssisəsindən 212 əməkdaşın 156 məruzəsi, eyni zamanda tələbə bölməsində 10 tələbənin məruzəsi dinləniləcək. Rəsmi hissənin davamında qarşılıqlı hədiyyələr və plaketlər, universitetin bir sıra əməkdaşına isə təşəkkürnamələr təqdim olunub. Bugün Doğma Naxçıvanlımız növbəti böyük və aktual bir mövzuda keçirilən konferansa ev sahibliyi eləyir. Konferans Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə, eyni zamanda Mingəçevir Dövlət Universitetinin təşkilatçılığı və digər bizim Türkiyədən, Avropadan olan bir sıra universitetlərimizin tərəfdaşlığı ilə keçirilən konferansımız Mədəni İrs və Dayanıqlı Turizm Konferansı adlandırılır. Əlbəttə ki, bu konferans birinci növbədə ölkə başçısı cənab İlham Əliyevin vafiq sərəncamına uyğun olaraq tədbirə planına salınıb. Yəni, şəhərsalma və memarlıq ili çərçivəsində keçirilən bir konferansdır. Konferansın əhəmiyyəti bundan ibarətdir ki, biz bir daha bu konferansın məruzələrindən və plenar çıxışlardan bir daha aydın elədik ki, tədqiqatçılarımızın hələ də bizim çoxminillik mədəni hadisələrimizi, mədəni prosesləri, abidələri, ölkəmizin turizm potensialını öyrənməyinə çox böyük ehtiyac var. Bu birinci beynəlxalq konferansdır və bu konferansın müzakirələri onu təsdiq elədi ki, bizim alimlərin, tədqiqatçıların, bu sahədə mütəxəssis hazırlayan ali təhsil müəssisələrin və institutların bu sahədə geniş bir tanıtıma və tədqiqata ehtiyacı var. İkinci növbədə bu konferansın materialları onu sübut elədi ki, həqiqətən də Azərbaycan miqyasında şəhərsalma və memarlıq mədəni irs baxımından kifayət qədər potensial var ki, biz bu potensialı araşdırıb dünya miqyasında ölkəmizi həm də bu sahədə çox geniş tanıda bilərik, təbliğ edə bilərik. Bugün şəhərsalma və memarlıq ili təsadüfən elan olunmuyub. Biz bugün qürurluyuq ki, biz işğaldan azad olunmuş torpaqlara qayıdış proqramını uğurla həyata keçiririk. Bu qayıdış proqramı öz-özlüyündə yeni innovativ metodların tətbiqini də gətirir. Bilirsiniz ki, ağıllı şəhər, ağıllı kənd layihəsinin qurulması Cənab Prezidentin təşəbbüsü ilə bugün işğaldan azad olmuş torpaqlarımızda gerçəkləşdirir. Əlbəttə ki, bu da memarlıq və şəhərsalma ənənələrinə təkcə Azərbaycan və Türk dünyası kontekstində deyil, bütövlükdə bütün dünya üçün əhəmiyyətli bir yenilikləri ilə icra olunur. Bugün biz yeni qurulan kəndlərimizi, yeni qurulan şəhər infrastrukturunu misal göstərə bilərik ki, bunlar da gələcəyin şəhər modelidir, gələcəyin memarlıq konstruksiyalarıdır ki, biz bunları da eyni zamanda tədris prosesinə və tədqiqata gətirməyə üstünlük veririk və çox şadıq ki, bugün tələbələrimiz üçün, gənc memar və şəhərsalma tədqiqatçıları üçün ölkəmizdə bir geniş belə bir imkanlar yaradılıb və bu imkanları biz tədqiqatçılar və tələbələr lazım qədər dəyərləndirmək fürsəti qazanmışıq. Naxçıvan Devlet Üniversitesi'nin davetlisi olarak ve Naxçıvan Devlet Üniversitesi ile işbirlikçi bir üniversite olarak, Gümüşhane Üniversitesi Rektörü olarak kültürel miras ve sürdürülebilir turizm konferansına, uluslararası konferansına katılmak üzere Naxçıvan'a geldik. Benim Naxçıvan'a birkaç defa daha öncesinden gelmişliğim de var. Naxçıvan coğrafyasını, kültürünü yakinen tanıyan bir kişi olarak bu konferansta özellikle turizm odağında olmaktan son derece memnuniyet duyduğumu ifade etmek istiyorum. Özellikle tabii kültürel mirasın son derece önemli olduğu Türk milletinde böyle bir konferansın turizmle bir araya getirilmiş olması da son derece önemlidir. Bir ülkenin turizmi aslında bacasız sanayisidir derler. Yani dumanı tütmez ancak o ülkeye, o bölgeye katkı sağlayan, ekonomik getiri sağlayan bir yönü vardır turizmin. Bu anlamda da bu turizmin kültürel mirasla bir arada olması da son derece önemlidir. Bir ülkenin, bir bölgenin, bir vilayetin turizmle kalkınması için üniversiteler son derece önemli lokomotif rol oynarlar. Çünkü üniversitelerin tek görevi eğitim öğretim değildir. Üniversitelerin diğer görevleri eğitim öğretim yanında araştırma ve toplumsal katkı misyonları görevleri de vardır. Bu anlamda toplumsal katkı misyonu anlamında da turizm faaliyetleri açısından üniversiteler son derece önemlidir. Üniversiteler bir şehrin, bir ülkenin siyasetine aslında bir anlamda pusuladırlar. Yani yapmış oldukları çalışmalarla, üretmiş oldukları politikalarla örneğin turizminin gelişmesine katkı sağlayabilirler. Bu anlamda da üniversitelerimizin bundan sonraki konferanslarda Naxçıvan özelinde Azerbaycan'la ilgili olarak turizme yönelik altyapı çalışmalarını oluşturacak politikalar üretmeleri gerekir.
En önemlisi SWOT analizlerini gerçekleştirmeleri gerekir. Yani güçlü yönlerini, zayıf yönlerini, fırsatlarını ve tehditlerini ortaya koyacak çalışmaları yapacak olan üniversitelerdir ve bu kongreler bunlar açısından son derece önemlidir. Ben gelecekte bundan 10 sene sonra ya da 50 sene sonra ya da 100 sene sonra Nahçıvan'ın bir turizm cazibe merkezi olacağına inanıyorum. Bunun daha iyi katkı sağlayabilmesi için de üniversitelerin bu anlamda son derece önemli rollerinin olduğuna inanıyorum ve Nahçıvan Devlet Üniversitesi'nin de bunu fazlasıyla yapabileceğine inancım tamdır. Tədbir milli mədəni dəyərlərimizi əks etdirən Sazın Sədası adlı konsert proqramı ilə davam edib və iştirakçılara Azərbaycan aşıq sənətinin zəngin ənənələri təqdim edilib.